Fərid bu dəfə Azəriqaz İstehsalat Birliyində iş həmişə var dedi. A-dan Z-yə qaz təchizatının bütün iş prinsipini sizə göstərəcəm. O gah operator, Fərid, buyurun, Azərqaz. gah sürücü, Gəlib çatdıq hadisə yerinə. gah da usta kimi özünü sınadı. Boğamız yadınızda. Həqiqət edirsən, bir də boş sən fincan ver, bir də yiyimi. Birazdan Əla, sən öpəcəm. ATV-də. İş həmişə var. Salam, ATV-də İş həmişə var efirdədir. Bugün Azərqazda İş həmişə var deyəcəm və A-dan Z-yə qaz təchizatının bütün iş prinsipini sizə göstərəcəm. Binaya daxil olduqdan sonra sətən mənə göstəriş verdi. Bütün lazımı təlimləri keçdi. Formamı təhvil alıb, bütün lazımi sənədlərə qol çəkdim. İndi işə tam olaraq hazıram. Gördüyünüz bu məkan 104 Çağrı Mərkəzinin Çağrı binasıdır və Azərqaz İstehsalat Birliyinin binasında yerləşir və ölkə üzrə 104-ə zəng edirsiniz. Bütün zənglər bura gəlir və buradan regionlara yönəlir və hazırda demək olar ki, bütün operatorlar danışır, qazla bağlı bütün problemlər burada yönəldilir. İndi müsahibə alacağıq, danışacağıq və mən özüm də çalışacağam ki, telefonçulardan biri olum, görək zənglər hansı səpkidədir. %4 haqqında bizə Fuad bəy məlumat verəcək. Salamünaleyküm. Ümumilikdə burada nə baş verir? Ümumi bir də məlumat verərdiniz. Biz Azərqaz İstehsalat Birliyi Çağrı Mərkəzi olaraq qaz təsərrüfatında yaranan bütün sorğuları, müraciətləri, zəngləri mərkəzdən qəbul edirik. 2025-ci ilə qədər ancaq Bakı və Abşerondan daxil olan zəngləri qəbul edirdiksə, 2025-ci ildən etibarən isə bütün ölkə üzrə daxil olan bütün müraciətlər mərkəzdən cavablandırılır. 2025-ci ildə 1 milyon 400 minə yaxın müraciətimiz olmuşdur. Bunların da əksəriyyəti sayğacda olan kodlar, məlumat xarakterli sayğac əvəz olunma haqqında olmuşdur və xidmət səviyyəmiz 2025-ci il üzrə 95% olmuşdur. Hal-hazırda da siz gündəlik statistikanı görürsünüz. Gündəlik statistikadır. Bəli, gündəlik statistikamız ortalama 98%-dir. Və zəng gəldi, qəza xidməti də bura aiddir. Bəli, Yəni bəli, hər hansı bir qəza olanda. Bəli, qəza müraciətlərini də buradan qəbul edirik, aidiyyatı üzrə yönləndirmə edirik və o yönləndirdiyimiz bütün müraciətləri mərkəzdən bütün statuslarını, addımlarını izləyə bilirik. Yəni çıxdı yola, rayonda tutaq ki, biri rayondadır. Siz görürsünüz ki, işçi yola çıxdı. Onlarda çox güman ki, bort kompüter var da. Bəli, onlarda işçi telefonları var. Onlar müraciətlər işçi telefonlarına yönləndirilir. İşçi telefonu işçi qəbul edir müraciəti. Onun atdığı bütün addımlar, dəyişdiyi bütün statusları biz mərkəzdən də görə bilirik. Harda sifarişi qəbul etdi, harda işə başladı. Yəni bütün addımları, statusları mərkəzdən idarə görə bilirik. Vahid mərkəzdən idarə olunur. Fuad bəy, mən özüm işləmək istəyirəm, cavablandırmaq istəyirəm. Onlar da Olar, bəli. burada işləyim. Salamünaleyküm, işiniz həmişə olsun. Necəsiz? Proses nə formada olur? Bir dənə başa sala bilərsiniz. Onlar sizin yerinizə keçin. Bəli, mən otururam xanımın yerində və 104-də gələn zəngləri mən cavablayacağam. Hə, necə eləyirik? Zəng gəldi. Belə danışın birbaşa. Azərqaz özünüz təqdim edin. Salam, Azərqaz, Fərid, buyurun. Sayğac nömrənizi deyin zəhmət olmasa. Ağa Məmmədovə Binəqəddən yığırsınız. Sulutəpə. Elə bir 20 manat ödəmişsiniz, düşüb. İkinci 20 manat düşməyib sistemə. Problem bununla bağlıdır. Bu ödəyicidə məncə orada... Hansı terminalda Hansı terminalda ödəmişsiniz? Terminal hansı terminal? Telefonla ödəyib, applicationla. Neçə müddət ki? Dünən ödəyib, dünən. Yəni onu hansı proqram üzərindən ödəniş edibsə, həmin proqramla Siz bərpa nə etmək edirsiniz? lazımdır. Onu elə bir siz əlaqə saxlamalısınız o bankla. O bank artıq o prosesə cavabdehdir. Bəli. Bank ödənilib deyirsə, Onu proqram üzərindən bərpa edin. proqram üzərindən dil bərpa etmək lazımdır. Bizim Hansı burada əməkdaşlar. proqramdan ki, ödəniş olunub, həmin proqramdan son ödəməni. Bir dənə, bir dəqiqə.
Oldu. Ehtiyac olsa əlaqə saxlayarız. Sağ olun. Rahatdır. Bu birinci idi. İndi ikinci görə necə cavablayacağıq? Məncə rahat olar. Danışmağım yaxşı idi də. Hə, bəli. Ha? Necə gözləyirik zəngi? İndi gələcək özü. Gələcək. Tərik, buyurun, Azərqaz. Eşidirsiniz bana? Bəli, buyurun. Bizdə istər qaz gəlirdi. Hə. İndi kesilib, üzböz qapıya da qapını döydüm, deyir bizdə də qaz kesilib, hə? Qonşuda da kəsilib, sizdə də kəsilib. Bəli. O biri podyezddə də gəlir qadası. Hə, bir zəhmət olmasa özünüzü təqdim eləyin. Hardan zəng edirsiniz? Abunət kodunu deyin, sayğac Mən nömrə. İbrahimov Ruslanam. Bəli. Ternov 18. Sayğac nömrəsini bir dənə zəhmət olmasa deyərdiniz. Abunə kodu. Bəli, abunə kodu, bəli. Ruslan İbrahimov, Xətai. Müəllim, məsələ nədir? Sizə qaz gəlmir, üzbəüz qonşuya da qaz gəlmir və aşağı mərtəbələrə gəlir. Aşağı mən bir nəfərdən soruşdum. Hə, onlarda, yəni sizdə zəif heç pık belə heç nə yoxdur da, yəni heç gəlmir də. Kesilmişdi, bir yaxçanı görə istər gəlir deyə. Heç təci, yəni yazdırırsınız qazı, yəni zəif nəsə görürsünüz orada, yoxsa heç nə görmürsünüz? Yəni bir də yandır, pık hava, yəni belə yanıb bir damcı sönürsə artıq ümumi qaz gəlmə problemidir. Yəni aşağı mərtəbələrdə gələ bilər, yuxarı qalxdıqca təzyiq düşür. Ola bilər sizlə üzbəüz qonşuda qaz olmaya bilər, amma aşağı mərtəbədə az olsa gəlir. Yəni ümumi qaz problemi var mənim fikrimcə. Düzələcək, bəli. Bu bloka zəng elədim, 7-ci mərtəbədə olur. Biz ümumi bunu qaz gəlmə kimi qeydiyyata alırıq. Bəli. Biz Bir də ki, əzbələr. Bəli. Deməli, o oktyabrda aparatları dəyişdilər, smartladım, mexanizm qoydular. Bəli. Və mənə 3 ay gəlir, mən üçün qışdan çox vururam ki, smart kart olanda problemimiz olmasın da. Bəli. Məndə filan qədər vardı, 140-dan çoxdur. Mənə belə şey gəlir, hər ay, hərəlik ki, sizin borcunuz yoxdur, böyle hərbindən yazılır. Görürsünüz nə yaxşı abunətsiniz də, siz borcunuz yoxdur. Nümunəvi insansınız. Allah sizi var eləsin. Allah sizi var eləsin. Biz qeydiyyata aldıq. Çox sağ olun. Nəsə problem olsa yenə yığarsınız. Çox sağ olun. Sağ olun. Allah var eləsin. Necə idi? Allah görürsünüz. Belə dostlar, biz prosesi göstərdik. İndi isə keçid alırıq 104-ün qəza xidmətini sizə təqdim etməyə. Dostlar, gəldi Səlyan Regional Qaz İstismar İdarəsinə və burada işimizə davam edəcəyik. Verilişin əvvəlində gördünüz, 104-də iş prinsipini sizə göstərdik və qəzalar, problemlər hamısı 104-də gəlir və ölkə üzrə oradan paylanır. İndi burada dispetçer otağı var. Bakıdan gələn müraciət bura daxil olur və mən də əməkdaşlarla bir yerdə, qəza xidmətinin əməkdaşları ilə bir yerdə gedəcəyik, qəzaları aradan qaldıracağıq və fasiləsiz qaz təminatını təmin edəcəyik. İş həmişə var, davam edir. Bakıda 104-ə gələn zəng Səlyan regionu üzrə bura, bu otağa yönəldilir və bu dispetçer qardaşlar yönəldirlər bir tərəfin Səlyanın özünə, Neftçalaya, ardınca Sabirabada, Saatlıya, Şirvana və başqa hara aiddir sizin regiona? Neçə? İmişli rayonu. İmişli rayonuna. Adı nədir qardaş? Adım Əşrəf Kazımov. Əşrəf Kazımov. Düz dedin, değil mi? Bəli. Neftçalanın da bütün şikayətləri, problemləri bura gəlir. Bəli. Və siz buradan yönəldirsiniz. Nə formada yönəldirsiniz? Sifarişlər gəlir CRM koduna bura. Hə, keçən dəfə 104-də də eyni proqram idi. Düşür bura və siz ustalara yönəldirsiniz. Ustalara yönləndirmək üçün abonet kodunu götürürük. Bəli. Belə. Kopyaladınız. Gəlir burada yeni qəza çağrı yarat. Bəli. Abunəçi. Və artıq ünvan filan hər şey göstərilir. Hər şey burada hazır görsənilir. Çox rahat bir sistemdir, çox əla bir sistemdir. İndi biz bunu bu formada göstərdik. İndi gedib ustalarla bir yerdə gözləyəcəyik ki, çağırış gəlsin. Hələ ki, çağırış daxil olmayıb səhərdə. Səhərdən sifarişimiz olub göndərmişik. Səlyan üzrə çağırış olsa xəbər eləyərsiniz. Orada artıq mən ustalarla oturacam. Planşetə gələcək və problemləri mən ustalarla bir yerdə aradan qaldıracam. Çox sağ olun. Dostlar, hazırda müraciət daxil oldu. Real müraciətdir. Necə qəbul edirsiniz? Sifariş gəlir, biz də qəbul edirik. Sonra avtomobil seçirik. Bu səs nə deməkdir? Nəyin səsidir? Planşetin səsidir. Hə, planşetin səsidir.
Avtomobil seçirik. Dostlar, gördüyünüz kimi avtomatik gəlir. Bu formada gəldi bizim məlumat. Qəbul elədik. Qəbul eləyirik. Uğurlu əməliyyat. Biz artıq çağırışa gedə bilərik. Sizin adınız? Ramin, Cavadov Ramin. Ramin, ustasız? Silingər. Silingəsiz? Əzizov Ramin usta. Ramin? Ramin. L-N. L sizsiz N bu. Yox, getdik qardaş. Mən də Fərid. Salyan rayonunun Cəfər Cabbarlı küçəsinə gedirik. Hə, ora gedir. Sizin papaq niyə ağdır bə? Mühəndis babağa. Mühəndis abaq olur. Hə, siz mühəndissiniz, hə? Və dostlar, bizim maşınımız budur. Hazır gözləyir bizi burada. Və maşının içərisində görək nələr var. Gördüyünüz kimi bütün alətlərimiz, bizim çantamız, hər şey buradadır. Və içəridə bütün avadanlıqlar var. Biz artıq vaxt itirməyək, gedək. Problem nə ilə bağlıdır? Problem gedişlə, problem bir dəqiqə hal-hazırda abonentlə əlaqə saxlayacaq. İndi yolda biz abonentlə danışacağıq ki, problem nə ilə bağlıdır və onu tez bir zamanda aradan qaldıracağıq. Mən söylürəm də, getdik. İş həmişə var. Alo, salam aleyküm. 104 xidmətidir, Salyan rayonu. Siz hansı tərəfdə olursunuz? Bina evlərində olursunuz? Yox, hər kəslərdə işin imtəhsini. Problem nə ilə bağlıdır? Problem sayğacda qaz sızması ilə bağlı. Hə, gedib onu düzəldəcəyik, hə? Bəli, onu təmin. Dostlar, çatdıq, buradır. 2 kilometr yol gəldik və burada bu ərazidə sızmanı aradan qaldıracağıq. Götürək, nə götürməliyik ilk olaraq? Bu alət nədir? Alət qazanacaqdır. Hə, bu yoxlayır sızmanı. Və əlcəyimizi giyinirik. Bütün qaydalara əməl edirik və mən digər işçilər necə mən də elə. Bacarıram ha, yəni çilingərliyi, narahat olma. Getdik. Hə, bu həyətdir. Bəli, bu həyət. Döyək qapını birinci bildirməliyik də. Bəli, bəli. Salam aleyküm. Nətərsiniz? Şükür Allaha, sağ olun. Çəkiliş eləmək olar? Nüşolamla, onunla da. Fəriddir, tanıdın mı? Nüştanı bilirəm. Keçmişəm bu işə də, bu işə. Əzə verəmirsən, salamat. Bir nüs çağırmısan? Nüs çağırmısan? Çağırdım ki, qırağa çıxdım, gördüm qazı gəlir. Zəng elədim ki, yüzdə gəlsin də bir baxsın. Gəlmişik də, gəlmişik. Gəl. Yaxşı. Ramin, zəhmət olmasın. Kömürlünü mənədir, nə mən? Ha, bu çıxaraq. Ehtiyatla. Kartla da, Bəli, bəli. kartla ödəyirsiniz. Gəlin baxaq. Çox cüyüləcəkdir. Ha, Tamam. baxın dostlar, Bəli. girişdə sızma var. Bəli, sayğacın girişində. Baba, Bu sayğacın şəklini çəkməliyəm ilk növbədə. çək. Mənə də çək də belə. Yox, sən yox, Ya. bu sayğacı çəkməliyəm. Bura Səlyan arasıdır. Bura Səlyanın demək olan mərkəz sayılır. Hər tərəfə yaxın. Nə işlə məşğulsan? Mən özüm mühafizədə işləyirəm. Dərməcinin dəmirxanası. Dəmirxanada, hə. Mühafizədə işləyirəm. Mühafizəçi. Sivilindən çıxmışam, özüm belə. Gəldin, gördün ki, iyi gəlir. Hə, tutdum bura, bu qazıya gəlir. Cumhuriyyə gireyim, bu mənim açsız olsun. Salamat işlə. Sağ ol, sağ ol. Allah canı sağ eləsin. Bu günlük idi, bu günlük idi məndə. İş həmişələrə baxmısan verilişə? Müş baxmıram. Hə. Hə. Çox sağ ol. Sağ ol. Dayı, salam aleyküm. Qazda problem yoxdur? Necəsiz? Yaxşısınız? Yaxşı olasınız. Ver, mən açacağım. Mən aça bilirəm. Hə? Əvvəlcə sayğacın bulomu qırılmalıdır. Blomu necə qırırlar? Ver. İlk dəfə rahatlıqla blok qırıram. İndi siz elə bir biz gəldik çatdıq, şəkli çəkirsiniz. Şəkli hara göndərirsiniz? Şəkili göndərirəm, Azərqaza götür də bu. Mərkəzə Bəli, göndərirsiniz. mərkəzə göndərilir. Və bütün prosesi addım-addım orada qeyd edirsiniz. Bəli, burada addım-addım İndi qeyd bloku edilir. qırırıq, qeyd edin. Onu bulomu qırırsınız, Bunu zəhmət neynirəm? olmasın. Onu mənə verirsiniz. Hə.
Mən bu blomun nömrəsinin, köhnə qırılmış blomun nömrəsinin, Çəkib atası sistemə. bəli, bura sistemə işləməliyəm. Day burada da yanında olur ki, bu lampı qırdıq, buradan buraxma var. Sızıntı var. İndi biz bunu nə etməliyik usta? Biz onu Onda gəl özün dəyiş. təzə salnik zəhmət olmasın. Salnik verin. Verin mən özüm eləyim elə. Rezin quruyub burada dostlar gördüyünüz kimi. Bir dənə oradan bıçaq verin, bu çıxardım. Quruyub qalıb orada. Mən burada planşetdə qeyd elədim, Hə. sayğacın girişində sızmanı. Hə, qeyd Və elə. görülmüş işləri seçirəm buradan. Hə. Görülmüş işləri. Bax, planşetdə görülmüş işlər sayğacın girişində yivli birləşmə. Ver. Salnik verin. Salniklə görürsüz, yağ vururuq. Və çıxarılmış blomu qeyd elədim. Sağ ol, siz nətər? Problem yoxdur qazuzda? Alınır, işləmək olur. Məlim yaxşı işlə. Yaxşıdır, yaxşıdır. Hə, onu möhkəm sıxın, zəhmət olmasa. Yağladınız onu, Hə. gözəl. Sızma saxlamayın. Çox möhkəm sıxma sayğacın boğazın üzəri. Sızıntı adətən burada niyə olur ki, burada olmur? Orada içəridə yağdır, vurulan materiallardır. Onlar quruyandan sonra müəyyən müddəti var. Verin, yoxlayaq sızmanı. Onlar quruyandan sonra yavaş-yavaş sızma verir. İndi zəhmət olmasa ventilasyon var. Olsa düyləyəcək də. Bəli, bəli. Gözəl, Əla. gözəl, əla. Ver blompu da vurun. Blomu biz vurmuruq. Hə. Mən blomu qeyd eləmişəm bura. Hə. Göndərəcəklər, gəlib blom vuran. Sonralıca vuracaq. Bəli, bəli, sonradan. Dostlar, gördüyünüz kimi bizim sızmamız tam olaraq aradan qalxdı. Heç bir problem yoxdur. Abonentimiz qol çəkməlidir bura, zəhmət olmasın. Hara qol çəkir? O da elektronlu, maşallah, maşallah. Kvadratlı qol çəkir. Hə. Bəli, bəli. Nə gözəl. Əla. Yadda saxlasın. Əla, mən qolum oxşayır. Yayğadan Yerliyik də, nə oxşaya bilər? Özüm də qol çəkirəm. Mən də çəkeyim. Xeyr. Hə, yox. Və bitdi işarəsini vururam. Bitdi. Bəli. Biz onda şəkil çəkdirək. Gedək qazı yandıra, bir də yoxlayaq evdə, gəl. Hə, yandır, yoxlayaq. Gördün, qaz gəlir. Super. o doğamız yadımızda. Həqiqdir, sən bu səlyan doğası başqa olur la. Nə qəşəng. Bir də boş sən fincan ver, bir də yeyək. Bu səlyanın doğasıdır. Bizim bu dolma. Qızdırmaq lazımdır, yox, bir də elə. Sağ ol, qardaş. Bu da qismətli. Hə. Noxud yerindən bir. Buyur, qardaş. Çox sağ olun. Buyur. Əla. Mənim Sən öpəcəm. Çox sağ ol. yaxşı olmur, çıxardıq da. Bura bax. Qardaş. Qara tava, balıq, bobla. Nə gedər? Hamısı bura bax, qardaş. İnşallah növbəti dəfə. Allah'ın Bir də sızma yarad gələcək. Başsa. Gördüyünüz kimi qəza xidmətinin işçilərinin işi həmişə var. Gecə-gündüz işləyirsiniz də. Bəli, bəli. Növbəli işdir. Bəli, növbəli işdir. Kimin qazında problem oldusa, əsasən də qış aylarında problemlər çox olur, hə? Bəli, qış aylarında problemlər həddindən artıq çox olur. Onun üçün də biz də növbəli iş üçün 12 saat, 12 saat İşləyirsiniz. gecə, bəli, gündüz növbəsi də var, gecə növbəsi də var. Gündüz növbəsi işi gecə növbəsinə təhvil verir. Növbəti belə növbələr bir-birinə əvəz edirlər. Gecə saat 3-də, 4-də, hansı saatda zəng gəldisə siz Bəli, orada günün olursunuz. istənilən saatına baxmayaraq sifariş gəldisə biz həmən orada olmalıyıq. Sağ olun dostlar, var olun. Sizinlə işim bitdi, amma mənim işim davam eləyir. İndi xanım əməkdaş gəlir və onunla yoxlamaya gedəcəyik. Müayinə
xidmətinin əməkdaşı, nəzarətçi Aysel xanım burdadır. Salam əleykum. Salam. Aysel xanımla indi gedirik, bir çağırış var. Aha. Müayinə etməyə. Bəli. Gedək. Səlyanın hansı hissəsidir? Əliyağa Kürçaylı. Aysel xanım burada. Bəli. Gəlib çatdıq. Biz hansısa bir alətlə getməliyik, yoxsa belə baxmalıyıq? Nəzarət Alətlə gedəcək. Alətlə Var, gedəcək. üstümdədir. Üstünüzdədir. Bəli. İlk olaraq ev yəsini çağırmalıyıq. Bəli. və bildirməli- Əvvəlcə müəyyən edim ki, həmin sayğacdır ya yox. Sifariş göndərilən sayğacdır. Nömrəsinə Bəli. baxırsınız Bəli. telefonda. GCZ 021 70 55. İndi burada problem heç bir şey yoxdur, amma aylıq müayinədir də siz. Necə? Abonentin sifarişi əsasında göndərilmiş. Hə, abonent deyib ki, gəl yoxla. Bəli, bəli. İndi Gedək. soruşacaq abonentdən ki, bundan öncə texniki müayinə olunubmu ya yox? Texniki müayinə neçə aydan bir olur? İldə bir dəfə İldə bir dəfə. abonent üçün texniki müayinə icra olunmalıdır. Evə icazə verib sonra girməliyik də, yəni. Bəli, icazə verilməlidir, məcburidir. Texniki müayinə üçün məcburi şəkildə. Ev yəsi bir icazə vermədi tutaq ki, İcazə vermədiyi halda, şərait yaradılmadığı halda qaz təminatı dayandırılır. dayandırılır. Hə. Salam əleykum. Salam. Necəsiz? Biz çəkiliş eləyirik, siz həm də yoxlamağa gəlmiş olar. Əvvəl Necəsiz? özümü təqdim edim. Azərqaz İstehsalat Birliyinin Səlyan Xidmət sahəsinin müayinə və istismara qəbul şöbəsinin nəzarətçisi Aysel Abbasova. Sizin sifariş əsasında mən mənzilinizə gəlmişəm. İcazənizlə texniki müayinəni icra edərdim. İlk öncə texniki müayinə sayğacdan başlamalıdır. Salam əleykum. Salam Fərid. Hə, necəsiz? Sağ ol, sağ ol. Neftçalada nə var, nə yox? Yaxşıdır, hər şey. Səlyanda da vəziyyət yaxşı, Neftçalada. Biz yoxlamağa gəlmişik. Əcəb eləmişsən, xoş gəlmisiniz. Allah canı sağ Çox eləsin. sağ ol, Çox sağ olun. balam, çox Başlayaq işə gəl ora. Hə, sağ ol. Bu nə aparatıdır? Bir yaxşı aparatdan hə. Bu Verin mənə, deyim mən eləyəcəm. Hə, Tamam. mən bilirəm. Yandıraq bunu. Bəli, yandırırsınız. Sayğacın giriş-çıxış nöqtələrini birləşmə hissələrinə tutursunuz. Əvvəlcə aktiv edək. Aktivdir, düydələdi. Etdikdən sonra yaşıl işıq yanmalıdır. İcazə verin, gözləyin biraz. Yandı. Bəli, zəhmət olmasa yaxınlaşdırın. Bəli, yivili birləşmə olan hissələr yoxlanılır. Sızma olduqda siqnalizasiya verilir. Bayaq gördüm mən onu. Aha. Demək ki, sızma yoxdur. Və yaxud da olub, aradan qaldırılıb, çünki sarı rəngdə boya var. Var. Aha. Sızma var. Bəli. Dəndənə? Özü evə girəndədir, artıq yazma gedir, düz var. Yüngül sızma Yox, deyil. yüngül sızma olur, o dərəcədə sızma deyil. Artıq söndürə bilərik və yaxud da İçəridə içəridə... yoxlayacağıq. Bəli, bəli. Qaz xəttinə Dayı orada nəzarət edirik. yüngül belə sızma var, Yüngül düyünlədir. sızmanı aşkar elədik. O haqda biz artıq punktumuz var. Punktda əlavə eləyəcəyik və inşallah ki, ona da baxılar. Qaz xəttinin yivili birləşmə Gəlir, görün. hissələrinə tutulmalıdır, zəhmət olmasa. Bəli. İrəliyə doğru getmir. Sabit şəkildə qaldığı üçün sızma yoxdur. Yoxdur heç. Yəni, Elə bir dalğa kimi artmalıdır. bəli, bəli, bəli. Əkrəm bəy, tüstü bacanın standarta uyğun quraşdırılmayıb. Çünki tüstü bacası şaqulu vəziyyətdə olmalıdır. Çünki bəli. Ay dayı, özə bunlar da şeylə tüklə olmalıdır ya, o şeylə su ilə istifadə olunur, su üçün istifadə olunur bu. O da dəyişərsiz. Bizim məqsədimiz sadəcə sizi maarifləndirməkdən ibarətdir. Nöqsanı aradan qaldırmaq. Dənə. Oldu, var burada, var. Burada. Yüngül nəsə var. O cüzi formada ola bilər. Amma hər halda biz onu qeyd edəcəyik. Axımlı su qızdırıcısı hal-hazırda açıq şəraitdə yerləşdirilib. Sadəcə olaraq diqqətlə baxdıqda nəzarət krantı üzərində yerləşdirilməyib. O da hardasa təhlükədir. Nəzarət krantı budur da. Bəli, krant üzərində deyil. Nətər üzərində? Üzərində krant olmalıdır. Hər hansı bir təhlükə olduqda bağlamaq üçün. Hal-hazırda nə ilə bağlaya bilərsiniz onu? Daha. O artıq o prosesi gecikdirir. Biz onu həmən fikir verin. icra etməliyik. Yox, gözəlliyə fikri necə fikirləşiblər? Bura kalçik qoyublar, xüsusi bunun üçün ayrılmış belə bir atverka. Amma üzərində krant olmağı daha məqsədə uyğundur. 3 saniyə, bağladı. 1 saniyədə icra etmək olardı, üzərində krant olsaydı. Onda dəyişərsiniz da. Bəli. Hə, dəyişərsiniz. Amma çox əla fikirləşmişsiniz. Burada bir də yoxlayın.
Məndə sızma var, nəsə elə bir. Mən özümdə nəsə sızır. Əlimi belə tuturam özümü, başlayırdı. Əşrəf bəy, mənzilə daxil ola bilərik? Mənzilə daxil ola bilərik? Gedək içəri. Salamünaleyküm. Nə fərqdir? Yaxşıdır, amma hamımızı tanıyırsınız. Qəşəng quşlar da, əladır. Çoxdan da saxlayırsınız? Çoxdan saxlayıram. Danışmırlar hələ. Arada danışır. Burada da qaz yanır. Bəli. Bacası da var. Birinci nəyi yoxlamalıyıq? Qaz xətti hansı formadadır? Qapalı şəraitdə olmaz, mebelin arxasında olmaz. Deyil, gözü açıqdır. Bəli, divardan birbaşa daxil olub truba vasitəsilədir. Bəli. Baxın, burada heç nə yoxdur, sızma yoxdur. Xeyr, yoxdur. Burada əla. Və otağın ölçüsü də çox önəmlidir. Mətbəxə uyğundur. Dördgöz qaz plitəsi üçün əslində 15 kvadrat metr olmalıdır. İndi bilmirəm, bura 15 kvadrat olar ya yox. 19-dur. Bəli, Siz necə ölçürsüz onu? belə ayaqla belə ölçdüm, oradan özüm çox ev tikmişəm, bilirəm Eni, nəsə. uzunu və hündürlüyü. Qəbər, bilir görsün bir izləyirmə. Belə. Və çəkəcək də var. Var. Səssiz qatil kimi xarakterizə olunan dəm qazı məişətdə ən təhlükəli və gözə görünməyən risklərdən biridir. Rəngsiz və qoxusuz olması səbəbindən insan tərəfindən hiss olunmur. Bu isə onu xüsusilə təhlükəli edir. Dəm qazı detektoru görünməyən təhlükəyə qarşı ən etibarlı qorunma vasitələrindən biridir. Dəm qazı səssiz təhlükədirsə, detektorlar bu təhlükənin ilk səsidir. Təhlükəsizlik isə hər birimizin məsuliyyətidir. Müayinəyə başlayanda ilk sayğacdan başlamışdıq. Sonda yenə də sayğacın yanına gəlirəm və göstəricini yazıram. Bildiyimiz kimi bayaq da qeyd etmişdim. Əkrəm bəy, bizdə artıq elektron vasitəsilə akt tərtib olunur, link vasitəsilə göndərilir sizə və MyGov-dan daxil olaraq həmin müayinənin nəticəsi ilə tanış olursunuz. Və imza artıq bizdə elektron formada olur. Telefonda imza atacaqsınız. Atasız imza. Götürüb vərəyi yığışdırıblar. Belə atdım, bitdi. Hər şey elektron. Çox əladır. Mən ilk öz imzamı atdım, baxın. Mən də bir də atımdan olur. Yox, burada artıq məndə abonentin imzası olmalıdır. Bayaqdan orada da atam mənim. Buyurun. Atın. Zəhmət olmazsa. Baba, barmağı yoxum, baba. Belə eləyim. Belə. Qələmlə çəkdiniz. Bitdi. Əla. Mən təsdiq edirəm və sizin mobil nömrənizə artıq akt linki əlavə olunacaq. Siz oradan girib baxa bilərsiniz. Sağ olun, daha görüşərik. Sağ olun da. Dediniz ki, bizdəki hansı qüsurlar var? Bəli. Nə vaxt düzəldəcəksiniz? 30 gün müddətində biz sizə vaxt veririk. Sizin iki seçiminiz var. Ya ixtisaslaşmış podraçı, ya da qaz paylayıcı vasitəsilə nöqsanı aradan qaldıra bilərsiniz. İxtisaslaşmış podraçı üçün isə asan xidmətə müraciət etməlisiniz. Seçim sizindir. Sağ olun, təşəkkürlər. Sağ olun. Biz getdik. Xidmətlərin göstərilməsindəki innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Asan xidmət və asan kommunal mərkəzlərində Azərqaz İstehsalat Birliyi tərəfindən xidmət pəncərələrində 20 növ xidmət göstərilir. Səryanda çəkilişimiz davam edir. Azərqazda işləmişə var. Və baş mühəndis Asif müəllim buradadır. Salamünaleyküm müəllim. Salamünaleyküm, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz bizim regiona. Çox sağ olun, var olun. İndi müəllim biz hara gedirik? Nə işlə bağlı gedirik? Biz deməli bizdə texniki baxış və təmir bərpa xidmətimiz var. Onlar gündəlik olaraq hər bir texniki baxış işçisi müəyyən kilometrdə keçir edir. Bəli. Qaz xəttini müayinə edir də belə deyim. Bəli. Həmin müayinənin nəticəsində qaz sızması aşkar olunub dünən. Biz indi gedirik həmin qaz sızma, təmir bərpa xidməti cəlb olunub həmin işə, biz də gedirik həmin işin icra eləməyə. Sızmanı aradan qaldırmağa. Səlyan ərazisində. Bəli, Səlyan ərazisində, Çıxanlı kəndi ərazisindədir. Gəlib çatdıq hadisə yerinə. Buyurun müəllim. Və dostlar, bizim iş görəcəyimiz yer buradır və burada artıq iş aparılır. Bəli, bəli. Burada sızma var da. 7 mm-lik qaz xəttimizdə xəttə baxıcılar tərəfindən qaz sızması aşkar olunmuşdur. 57 mm borunun əymə hissəsində. Bura dəyişiləcək. Bəli, bəli, həmin hissədə qaynaq sızması ləğv olunacaq. Mən əməkdaşlarla işləyə bilərəm də. Salamünaleyküm, necəsiniz? Fərid, İlqar abi, salam. Neft-salada işləyirsiniz, gəlmisiniz bura. Salamünaleyküm, necəsiniz? Hə, indi biz nə edəcəyik? Mən birinci iş formasını geyinməlisiniz. Qaynaq forması. Bir də belə dəyişin.
Gərimi dəyişdim müəllim, yaxşıdır? Bəli, müəllim. Hə, indi biz nə edəcəyik müəllim? Müəllim, bizim burada 57 metrlik qaz xəttində sızma yaranıb. Sızmanı aradan qaldırmaq üçün İlk olaraq bəli, ilkin olaraq biz burada baxış keçiririk, bəli. Kəsinti. Qaz var indi içində, yoxsa? Xeyr. Kəsmişik. Qazı bəli, qazı dayandırmışıq. Başlayaq işə. Bəli. Müəllim, sizin adınız nədir? Namik. Siz qaynaqsınız, İlqar müəllim, siz də qaynaqsınız. Silingər, siz? Təmir silingər. Silingər. Başlayaq. O indi kim kəsməlidir? Xodda. Xodda. Başlayırıq. Oradan da bıraxma. Bəli. İndi oranı svarkalayacağıq. Bəli. Hə. Müəllim, o açıqla svarka olmaz ama. Hə? Bilirəm. Mən köhnə qaynaqçıyam. İlqar mən öyrədim. Bu qoymalıyam. Bəli, dəyişin. Görənmərəm axı. Hə. Belə atdan bax. Alışmasa görməyəsiniz o. Salla elə. Nəsə bu svarka başqa cürdür. Dostlar, gördüyünüz kimi iş aparılır. Xırda hissədə sızma var idi. Həmin hissə kəsildi və qaynaq olunur. Qəza xidmətinin işi xətti çəkmək deyil, çəkilmiş xəttə qulluq göstərməkdir. Həmin xətti bərpa etməkdir. Artıq qazın verilişi bərpa olunub. Gəlin baxın, gəlin, verin. Bayaqdan elə bundan işlədirəm. Belə verirəm də, hə? Düyültü yoxdur, bax. Çox həssasdır bu. Heç nə yoxdur, əla. Hər tərəfli yoxladıq və qazın verilişi bərpa olundu. Hamınız sağ olun. İşiniz həmişə olsun. Eşq olsun Azərqaz işçilərinə. Allah razı olsun. Sağ olun.